videoya hoş geldiniz. Bu videoda Türkiye orduları ve onların en büyük düşmanlarından biri olan Yunanistan arasında bir savaş çıkacak. Belli bu Türk ordularıdır. Yunan orduları ise sonra gösterilecek. Belli. Bu başımızdaki şey var. Papaq. Not. Biz bunu niye takıyoruz ki? Milletimiz öyle isteyip. Niye öyle isteyip ki? Tabii onu bilmiyorum. Onu bir zahmet milletten soruyor. O da Mustafa Kemal Atatürk'ümüz var. Ondan soruyor. Yaş. Ben sen vurmaya çalışıyorum. Yok boşuna mermi gider. Hani ciddiysen. Ona göre de ya vuruyor. Ayağıma vurun. Niye vurursun? Güzel bir stil de. Yok ya. Burada büyük bayrağımız da burada. Biz koyuyoruz. Koyuyorduk bu Türk bayrağını. Biz niye minara falan koymuyorlar? İnsanlar düşmanlarımız minalar tapıp onları yağıtla çıkartsın. Belki çıkartıp bayrağımızı diyoruz. Bu değil. Bayrağımızı götürer. Ya onunla pohluyor. Düz değilsen pohluyor. Ben de öyle bildim ki casussan. Sen de diyecektin ki söylüyorlar. Bizde öyle şey yoktu aga. Yok. O sırada Yunanlar. Kardeş biz vallahi bu Türkiye'yi 30'a da bilir ya. Boş ver. O ne diyorsun? Diyeceğim ne diyorsun? Yok. Yaxşı. Yaxşı danışam. O. Vallahi diyorsan zaten. Ancak uduzmarıq da biz. Uduzmarıq. Türkiye'ye 1000 defa uduzsaq belə uduzmarıq. Uduzmarıq. Uduzsaq da bir defa udarıq. Bu sefer başkanımızın nəsə qəşəng fikri var imiş. Nəsə onun otağından nəsə fikirlər eşitdim. Tasudluq üçün şeyler sana versin. İstesem ben istedim da yüreğim görmek istiyorum da. Mümkün olabilir ki olabilmez. Bence olabilir. Day. Kaskımı geri ver. Sen nasıl soğuklara batmasan? Bu arada. Türkiye yolcusu belə sen hiç bir gün belə pis gün olmuyor. O mənlik məsələdir. Mən hər zaman eləyəm. Hayır, hayır. Mən eşitmişdim ki Türkiye ile savaşlar yapıyor. Ondan ne? Heç nə. Bu da dayı bizim onlara teslim olmak niyetimiz daha yoktu da. Elbette ki. Yoktu. Bu boyda güzel bayrağımızı durduk yerden ya alsınlar. Vallahi biz varlıkta alacaklar. Biz mallığımızdan meşhurluk. Hatta demeli. Şimdi bu
Bu bizim müəllimimiz gələndə o giz belə çıxartar sana. Başla. Tatla başlayayım. Müəllimlər, tez olun. Artıq savaşımız başlayır. Qoy mən də silahımı götürüm. Hə. Ən yaxşı silah məndədir, ha, xəbəriniz olsun. Ən arxada da mən olacağam. Hayda, bunun planladığı fikir buymuş, hə. Namusu bağlı var ki bunu. Nə dedirsən? Hə, sən çəkil, oğlum. Oğlum, sən çəkil. Yaxşı, nə oldu ki? Nə dedilər? Mən deyəndə eşidərsən. Nə dedi siz ikiniz? Biz heç nə demədik ki. Hayır, deyil, yoxsa bu adam. Vallahi heç nə demədik. Deməz. Yaxşı, vallahi dediyin üçün inanıram ha. O senin bunun. Sen de bunların içindesin. Natürlich. Bir de eşitmemez diye sallıyorsun ha. Vallahi eşitmemişsin. Yaxşı eləmişsin. Eşitməsən də yaxşı. Bizə belə deyə. Yox ya, sən dönməlisən. Mən nə dönməsi? Savaşa başlayırıq. Həqqi ya. Tankımız yoxdur axı. Əslində mən Türkiyədən həll eləmişəm. Bir dənəsini almışam. Nə? Necə? Ordularından 2 dənəsini də almışam. Nə? Əslində zəfət deyil, sadəcə tank almışam. Bir də almışsan elə. Çox azdır ki. Dayı boş ver də. Bu helikopter hardan gəldi? Salam canım əsgərlərim. Salam komutanım. Necəsiz? Biz yaxşıyıq. Əlayıq biz. Bugün Yunanlar bizə savaş elan elədi. Bizim tanklardan birini oğurlayıblar deyə. Bu helikopter bəs. Elə helikopter istifadə eləyəcəyik də. Kimin necə helikopter? Sən. Mən yemək kimi keçəcək. Mən. Ona yaxşı. Mən razıyam. Mən də razıyam. Mən də razıyam. Mən də razıyam. Haydi. Tanklardan birini oğurlayıblar. Ay qoş, keçim mən. İnandım. Bindim komutanım. Neyse, çalıştır.
Komutanım, helikopter düşür. Düşmez. O zaman büyük bir şey olabilir. Komutanım vallahi düşür. O işi çöz. Aa, ya sen saple sanki mi yaptı? Ben saplamam. Neyse ben yemek kesmesi siz. Kesili. Kesem. Helikopterin nasıl... Vay. Sen şehit olmayı daha çok istiyorsan. Yani ona göre de helikopterle hem Yunan'dan bayraklarını kırarsan. Ne? Hem de yo ben eləmirəm. Oğlum neyin? Sən biləsən helikopteri ya. Helikopter aydınlıyor. Pencereler de kırılıp. Bundan şaşı beraber başlayayım. Ha. Haydi askerler. Komutanım hallediniz. Ben böyle gedirəm.